Bismillahirrahmanirrahim. Selamun aleyküm ve rahmetullah. Elhamdülillahi Rabbil alemin. Allahümme salli ala Muhammed ve ale Muhammed ve accil feracahum. Selamun aleyküm ve rahmetullah aziz kardeş ve bacılarımız. Bugün Rabbül ayının 8. günü İmam-ı Həsən Əskəri ağanın şəhadət günüdür. İmam Zaman ağa başda olmaqla siz əzizlərimizə başsağlığı təsliyyət deyirik, ərzədə bilirik. Və Allahdan izzət və salamatlıq nəsib etsin inşallah məsələt edirik. Xidmətçə çatdırım ki, İmam-ı Həsən Əskəri əleyhissalatü vesselamın şəhadəti barəsində boynumuza olan vəzifə budur ki, sizin xidmətinizə məlumatları çatdıraq və siz və hamımız bəhrə aparaq. İmam Həsən Əskəri əleyhissalatü vesselam dedik ki, Rəbbil ayının 8-də 260-cı hicri qəməri tarixində, miladi tarixindən desək təxminən 874-cü ildə şəhadətə çatmışdı və şəhid olub həzrət. Şəhadətin təfərrüatlarını xidmətçə çatdıraq. Bildiyimiz kimi Həzrət imamlarımız tamam əimmə ətfar əleyhissalatu vesselam öz zəmanəsində boyunlarına düşən vəzifələrdən də əlavə cəmaatın içində mənəvi cəhətdən böyük nüfuza malik idilər. Bu səbəbdən dövrünün qəsbkar xəlifələri, xilafəti qəsb eləmiş məlunlar böyük şiddətlə, böyük natarazlıqla imamlarımıza zülm ediblər və əziyyət ediblər. Sonda da onları şəhadətə çatdırıblar. Şəhadətin səbəbi deyəndə İmam Həsən Əskəri əleyhissalatu vesselam barəsində fəqət şiə mənbələrində deyil, əhl-i-sünnə mənbələrində də qeyd olunur. Amma biz toxunduğumuz mənbə şiə mənbəyidir. İmam Həsən Əskəri əleyhissalatu vesselam Abbasi xəlifəsi Mu'təmid lənətullah təala əleyhin dövründə yaşamış və onun tərəfindən zəhərlənərək şəhadətə çatmışdır. Zülm və təzyiqlərin artması xəlifəni gizli şəkildə zəhərləməyə vadar etdi. Zəhərlənməyə səbəb oldu və bu zəhərlənmənin ucbatından Həzrət İmamımız əleyhissalatu vesselam şəhadətə çatdı. Həzrətin yaşı və imamət müddəti nə qədər olub? Bu Həzrət cəmi 28 yaşında şəhid olub. Yəni cəm 28 il yaşayıb bu şəxs və şəxsiyyət. Və cəmi 6 il imamlıq etmişdi. 6 il imamlıq eləyib, 28 yaşında da şəhadətə çatıb. Həzrətin dəfn yeri haradır? İmam atası İmam Əli Ən-Nəqi əleyhissalatu vesselamın yanında Samirra şəhərində evində dəfn edilmişdir. Yəni İmam Hadi əleyhissalatu vesselamın yanında. Siyasi səbəblər hansılarıdır ki, Abbasi xəlifəsi bunu ağamızı, muvlamızı şəhadətə çatdırıb? Abbasi xəlifəsi imamı təhlükəli hesab edirdi. Və çünki bu təhlükə onun xilafətinə təsir göstərirdi. Onun üçün Həzrəti şəhadətə çatdırmaq qərarına gəlir. Səbəblər 1. Şiələr İraqda güclü bir icmaya çevrilmişdir ki, hamısının başında İmam Hadi əleyhissalatu vesselam dayanır. İstir özü birbaşa, istər vəkillər, vukəla deyirlər. Vəkillər vasitəsilə irtibatları və rabitələri var idi şiələrlə və məqsəd yönlü şəkildə şiələrinə əl tuturdu, maddi, mənəvi cəhətdən, fiqhi cəhətdən kömək eləyirdi. Suallarına cavab verdi, çətinliklərdən onları çıxardardı. İkincisi, Məhdi əleyhissalatu vesselamın onun övladı olacağına dair rəvayətlər yayılmışdı ki, buna görə də onu və övladını hədəfə almışdı bu Mu'təmid, məlun Abbas xəlifəsi. Deməli, Həzrət çox çətinliklər görüb
Onun üçün ona əskəri deyirlər ki, əskərlərin əhatəsində idi. Düşmən əskərlərin əhatəsində idi. Xəlifənin tədbirləri nə idi imam barəsində? Xəlifə Mu'təmid İmam Əleyhisselatü Vesselamın zəhərləndiyi xəbərin yayılmasının qarşısını almaq üçün evində casuslar və həkimlər yerləşdirmiş. Ölümü təbii göstərməyə çalışmışdır. İndiki dövrdə bu belədir. Bilirsiniz, bəzi şəxsiyyətlər var. Bu şəxsiyyətlər istir alternativ yolla, istir vasitə ilə, istir vasitəsiz öz tərəfdarlarına, öz yaxın adamlarına ilahi məlumatları çatdırır. Hal-hazırki dövrümüzdə də belədir. İlahi məlumatlar bildiyimiz kimi Hz. Peyğəmbərimiz Əleyhisselatü Vesselamın vasitəsi ilə və imamlarımızın izahatı ilə və dövrümüzdə olan görkəmli alimlərimizin, müctəhidlərimizin vasitəsi ilə bizə bu elmi tövsiyələr və hökmlər gəlib çatır və biz də buna məcburuq ki, əgər istəyirsək Allah bizim aqibətimizi xeyirləsin, məcburuq özümüzə görə ki, bu yoldan qırağa çıxmayaq ki, o yol Allahın yoludur. Deməli, bu məlumatlar ki, imamlarımızın barəsində verilir, İmam Əleyhisselatü Vesselamın özünün dövründə olan tarixçilər və ondan sonraki tarixçilər silsiləvari şəkildə ya sinədən sinəyə, ya köçürmə ilə, yəni üzdən köçürmə ilə bu tarixi hadisələr dövrümüzə qədər gəlib çatmışdır. Deməli, biz bu mənbə ki, istifadə elədik və sizin xidmətə çatdırdıq, hansı mənbələrdən olub? Əl-İrşad, Şeyx Mufidin, rəhmətullah təala əleyhin kitabından deməli götürülüb bu. İmamın 6 il imamət etdiyini qeyd edir. Əl-İrşadda Şeyx Mufid deyir ki, Hz. İmam Həsən Əskəri ağa 6 il imamət edib. Məhəmməd ibn Cərir Təbəri Dəlailül İmamə zəhərlənmə nəticəsində şəhadətə yetdiyini açıq şəkildə bildirir. Və digər böyük alimlərimiz də İmam Həsən Əskəri Əleyhisselatü Vesselamın şəhadətə çatması, zəhərlənərək zəhər vasitəsilə şəhadətə çatmasını təsdiqləyirlər. Əvvəla istir əhl-i sünnə mənbəyi olsun, istir şiə mənbəyi olsun və digər mənbələr olsun, fərq eləməz. Hamısı qeyd edirlər ki, Hz. İmam Həsən Əskəri Əleyhisselatü Vesselam şəhadətə çatıb. Əzizlər, keçək əsas mətləbə, bu məlumat idi imam barəsində. Deməli, məqsəd burada nədir? İmam Əleyhisselatü Vesselamı şəhadətə çatdırmaqda məqsəd nədir? Bayaq qeyd elədim ki, onlardan biri siyasi bir hadisədir. Yəni, siyasi bir prinsipial bir dənə məsələdir. Önə gəlib və dövrün zalım xəlifəsi bunu həzm eləyə bilmir. Özü üçün bunu böyük rəqib hesab etdiyi üçün bu şiddətə, bu zülmə əl atır ki, hətta dövrünün imamı zamanını belə zəhərləsin və ya şəmşirlə şəhadətə çatdırsın. Fiziki şəkildə aradan geçsin. Əvvəla biz dedik ki, keçən dərslərimizdə insanlar iki hissədən ibarətdir. Ruhi hissə, cismi hissə. Necə ki, ahəng qanunu cümlədə əgər pozulsa, cümlə başsız olacaq. Yəni, əslən, cümlənin öz belə deyək, düzülüşü bir-birinə dəyəcək. Bu təsbih dənələrini siz nəzərdə tutun. Əgər o təsbih dənələrində o mehvər, yəni o sap olmasa orada, hamısı, bütün dənələr bir-birindən ayrı düşəcək. Və insan saydıqları zikrini və yaxud da ki, əgər hesab üzrünü işə aparırsa, itirəcək bu hesabı. Bunun üçün bunun mehvəri sapdır. Bəs deməli, insanın yaradılışında da və öz yolundan azmasın deyənə mehvər var. O mehvər kimdir? Tohid şəminin başında fırlanmaq üçün bizə əlverişli şərait yaradan ənbiyalar, peyğəmbərlər, rəsullar və ondan sonra onların Allah tərəfindən, onların vasitəsilə insanlar üstünə təyin edilən
hüccətlərdir ki, biz onlara 12 imam deyirik. Bildiyimiz kimi Allahın hüccəti elə eyni ilə peyğəmbəri kimidir. Fərq burada bundan ibarətdir ki, peyğəmbərə vəhiy gəlir, peyğəmbərlərə vəhiy gəlir və peyğəmbərlər daima Allahla rabitədə, irtibatda, vəhiy bölməsində irtibatdadılar. Amma imamlara isə vəhiy ayə bə ayə, Quran bə Quran, əhkam, belə bu şeylər gəlmir. Yəni Peyğəmbəri İslam sallallahu aleyhi və səlləmin dünyadan köçməsi ilə vəhiy bitdi. Quran kamil oldu və ondan sonra da ilham başqa şeydir, vəhiy başqa şeydir. Allahla rabitə, irtibat var mənəvi cəhətdən, ilham baxımından və Cənab-ı Cəbraili görmək baxımından. Bunların işimiz yoxdur. Bunlar öz yerində. Amma vəhiy bölməsində tamam qutardı, getdi. Bunun arxasıca biz getmirik. Bəs bizim mehvərimiz, bizim əsl xəttimiz tohid xəttidir. Əzizlər, bugün İmam Həsən Əskəri əleyhissalatü vesselamın ki 8 Rəbbül əvvəldir, 260 Hicri qəməri tarixi biz qeyd edirik, Həzrətin şəhadətin ki deyirik, bu əslində insaniyyətə olan zülümdür. Bax, mən bayaq qeyd elədim, əgər biz istəsək ki bir insanı öz başına təsəvvür eləyək, təsəvvürümüzə gətirə bilərik, canlandıra bilərik, amma aqibəti sən ki o məqsəd uğrundakı çalışırsan, məqsəd yönlü şəkildə hərəkət edirsən, aqibəti ilə xeyirli olmaz. Yəni pərəm olacaq. Sən bir dənə hərbi hissəni nəzərə al. Hərbi hissədə olan o nizam, intizam, qayda, qanunu hamısı dərəvəyli olsun, bardaq olsun belə deyək, özbaşınalıq olsun. Aya o hərbi hissəyə nümunəvi hərbi hissə demək olar, yoxsa yox, müsbət baxımından? Xeyr. Niyə? Çünki burada əslən bilinmir. Komanda verən kimdir? Səhər yeməyini oyadan kimdir? Günorta yeməyini aparan kimdir? Hələ mən yeməkləri deyirəm. Şam yemək və yaxud da ki səhər düzlüşü, günorta düzlüşü, şam düzlüşü və yaxud da ki huzur qiyablar. Ümumiyyətlə əslən bunların gigiyenik baxımından, qidalanmasından da əlavə bunların özünün üst başları. Hamısı aləm dəyəcək bir-birinə. Bəs deməli mehvər üzün üstündə bunlar hərəkət etməlidir. Bəs insan da bu cürdür. İnsaniyyət də bu cürdür. İnsaniyyət mehvər üzündəndir. Yəni əgər bir rabitə olmasa bununla özündən mafovq deyirlər, özündən üstün bir varlıqla daima rabitədə olmasalar, irtibatda olmasalar ahəng qanunu bunların arasında pozulacaq və bunlar qənaətbəxş şəkildə yaşamayacaqlar ki. Öz insaniyyətini itirəcəklər. İmamlarımız əleyhissalatü vesselam həmən mehvərlərdir. Dövrünün o zalim, o zulümkar, o məlun xəlifələri imamı əziyyət ediblər və insanları o insaniyyətdən özünün o cəlallı şəkildə yaşamasının ayaqlarının altına atırlar ki, üstün tuturlar özlərini insaniyyətdən, insanlardan. Cəmaət əgər başa düşsə, bir saniyə o məlun zalimları saxlamazlar o taxt-tacda. Elə o taxt-tacla yandırarlar onu. Bəs onun üçün Həzrəti Rəsul-i Əkrəm sallallahu aleyhi və aleyhi və səlləm belə buyurdular. Buyurdular ki, bu mənim mənbərimdə Muaviyə və Muaviyənin övladlarını görsəz, qarınlarını yırtın. Həzrət bilirdi, bunlar nə müşküllər insaniyyət üçün, bəşəriyyət üçün yaradacaqlar. Və zəmanə imamlarına zülm edən zalim hakimlər, zulümkar hakimlər gərək insaniyyətin əli ilə cəzalansınlar. Onun üçün mübarək Qur'an-ı Kərimin Zəlzələ surəsində, Zilzal surəsi edirlər. Zəlzələ surəsinin axırıncı ayələrinə baxın, diqqət edin. Mən ərəbisini mən demirəm, Azərbaycansını deyirəm. Biz zərrə qədər də, yəni öz dilimizlə deyirəm, zərrə qədər də xeyir eləsə,
Allah Teala o xeyri ki biz eləmişik, onun nəf'in, faydasını bizə çatdıracaq. Əgər zərrə qədər də şərri və yaxud da ki pis bir hərəkət eləsə, Allah Teala yenə də onun o cavabını bizə verəcək. Onun o cəzasını bizə verəcək. Bəs deməli bu dünya heç də faydasız dünya deyil. Hesapsız, kitabsız bir dünya deyil. Bu dünya Allah dərgahında nizamlı, intizamlı, hesab çəkilməsi üçün meydan yaradılmışdır. Və bu dünya öz başına deyil. Bəs bu dünyanın özündə Allahın öz ülfəti, məhəbbəti ilə bahəm qəzəbi də var. Hər bir kəs ki Allahın itaətində olsa ülfət və məhəbbətin qazanar, hər bir kəs də Allahın itaətində və ibadətində olmasa, Allaha qarşı çıxsa, onun o Həzrətin Haqqı Taalanın qəzəbinə düçar olar. Allah Taala Həzrəti Muhammed onun pak əhl-i beytin əleyhissalatu vesselamların qatillərinə lənət eləsin və Allah Həzrətin dostlarına, sizli biz hamılarımıza ağamız başda olmaqla izzət əta eləsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.